Bakının baş planına əsasən paytaxtın bütün rayonlarında qəzalı istismar müddəti başa çatmış binaların söküntüsü həyata keçirilir. Məqsəd sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması və şəhərin ümumi görkəminə xələl gətirən binaları yeni müasir yaşayış binaları ilə əvəzləməkdir. Növbəti söküntü paytaxtın Nəsimi rayonunda həyata keçirilir. Daha ətraflı növbəti sujetimizdə. Paytaxtın daha bir ünvanında 3 çox mənzilli yaşayış binası sökülür. Sakinləri gələcəkdə yeni təmirli mənzillərlə təmin ediləcək. Görüntülər Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanındandır. Sökülən iki binalar ötən əsrin 60-cı illərində, digər 14 mərtəbəli bina isə 70-ci ildə tikilən binalar idi. Elə Bakının baş planına uyğun olaraq qəzalı vəziyyətdə olduğu üçün onların sökülməsi və yerində çox mənzilli binaların tikintisi nəzərdə tutulur. Artıq binaların biri tamamilə olaraq ki, söküntüsü başa çatdırılıb, digərində söküntü işləri həyata keçirilir və layihəyə uyğun olaraq digər binanın da söküntüsü həyata keçiriləcək və yerində iki çox mənzilli bina və yaşıllıq zolağı və park salınacaq. Sökülən binalardan ikisi 5 mərtəbəli, biri isə 14 mərtəbəlidir. Tikintini həyata keçirəcək şirkətdən verilən məlumata görə mənzilləri sökülən 152 ailə ilə qarşılıqlı razılaşma əsasında müqavilə imzalanıb. Yerində 28 mərtəbəli müasir tipli premium binalar tikiləcək və 14 mərtəbəli binanın yerində park salınacaqdır. Ailələr yeni tikiləcək binalarda mənzillərlə təmin ediləcək günə kimi kirayə mənzillərdə yaşayacaq. Sakinlərin hamısı köçürülübdür. İnşallah gələcəkdə bina hazır olduqdan sonra mənzil sahiblərinə mövcud mənzillərin ölçülərindən üzərində 20 kvadrat əlavə verilməklə öz mənzillərinə qayıdacaqlar. Məlumata görə yaşayış kompleksi tikilməsi üçün sökülən binalar ötən əsrin ortalarında tikilib. Sökülməsinə səbəbsə həmin binaların uzun müddətdir ki, qəzalı vəziyyətdə olmasıdır. Layihənin 3 ilə tamamlanması nəzərdə tutulur. Qeyd edək ki, paytaxtın Nəsimi rayonunda daha bir neçə ünvanda söküntüsü həyata keçirilir. Rəşad Vəkiloğlu, Kənan Abdullayev, Space xəbər.